Bir, bir, iki, üç. Ay Allah. Ay. Çıxış öncəsi həyəcan. Yəqin bir çoxlarına bu çox yaxşı tanışdı. Ümumiyyətlə, biz çıxış eləyəndə niyə həyəcanlanırıq ki? Birincisi, başa düşməliyik ki, mikrofon bizim düşmənimiz deyil. Əksinə, çıxış zamanı ən yaxın dostumuzdur. Çünki onu tutanda biz əlimizi düzgün istifadə eləməyi, bax bu cür hərəkət etdirməyi öyrənməliyik. Birinci, əl hərəkətləri bax bu şəkildə olmalıdır. Nə çənədən yuxarı qalxmalı deyil, nə çox aşağıda dayanmalı deyil. Bir əlinizlə mikrofonu tutursunuzsa, digər əlinizlə yüngül hərəkətlərlə danışığınızı müşahidə edə bilərsiniz. İkincisi, danışanda çalışın ki, publika ilə xoş atmosfer yaratmaq üçün üzünüzdə təbəssüm olsun. İlıq bir təbəssüm, gülməyə yox, sadə və xoş simaya ehtiyacınız var. Sözləri deyərkən pauzalara diqqət edin. Tələsik, danışım bitirim, fikirlərimi tez deyim, bəlkə insanlar sıxılar deyə düşünməyin. Əksinə, danışan insana diqqətlə qulaq asmaq istəyənlərin sayı daha çoxdur. Bundan əmin olun. Pauzalarınıza, vurğularınıza diqqət edin. Çalışın ki, səs tonunuz qalxan səs tonunda olsun. Danışdınız, səsinizi getdikcə batan, itən səsə çevirməmək üçün müxtəlif qaydalara əməl eləmək lazımdır. Təbii ki, bu kiçik videoda bütün qaydaları sizə izah edə bilməyəcəm. Ona görə də hamınıza natiqlik təliminə yazılmağı tövsiyə edirəm. Yazılın və bilin ki, daha əvvəlki kimi həyəcanlanmayacaqsınız. Buyurun.